Dünyanın ən bahalı kofe məkanlarının olmazsa olmazı kruvasan hazırlayırıq. Qaba otaq temperaturunda su, süd, 1 paket instant maya, 1 yumurtanın ağı, 3 xörək qaşığı şəkər tozu, 1 çimdik duz əlavə edib qarışdırırıq. Biraz özünə gəlməsi üçün gözlədirəm. Unu əlavə edib xəmir yoğururam. Xəmir hazır olmağa az qalmış. Yarım stəkan bitki yağı ilə xəmiri tam hazır olana qədər yoğurub, həmən anında da kündələyirəm. Kündələnmiş xəmirləri qətiyyən gözlətməyə ehtiyac yoxdur. Bir boşqab götürürük, enli boşqab. O boşqabın diametrində balaca yuxalar yayırıq. Otaq temperaturunda olan yağımızı bu kündələrin üzərinə bu cürə yayırıq. Neçə kündə etmişiksə, o qədər də kündələrin hər birinin üst-üstə arasını yağlayırıq bu formada. Əgər bu cür videolar xəbərdar olmaq istəyirsiniz, kanala like atıb abunə olmağı unutmayın. Bunların hər birini etdikdən sonra salafana keçirdik. Soyuducunun alt gözündə təxminən 1 saat gözlədirəm və 1 saat gözlətdikdən sonra xəmiri dəzgahın üzərinə un səpib əlavə etdim və oxlay vasitəsilə tam nazik şəkildə yayıram. Yaydıqdan sonra 3 bucaq formasında bu cürə kəsirəm. Kəsdikdən sonra kruvasanı həm sadə bişirə bilərsiniz, həm də şokoladlı. Bizdə şokoladlı sevildiyi üçün arasına şokolad qoyub bu formada bükürəm. Bunların hər birini qaba əlavə etdim. Bayaq yumurtanın sarısını saxlamışdım. Üzərinə süd əlavə etdikdən sonra kruvasanların üzərini yumurtalı südlə çəkib sobada alt-üst rejimdə 180 dərəcədə bişiririk. Və bu da bizim möhtəşəm kruvasanlarımız hazırdır. Siz də hazırlayıb nuş edə bilərsiniz. Dadlı və ləzzətli reseptlər üçün izləmədə qalın. Hələlik.